Salam, hər vaxtınız xeyirli, uğurlu olsun, gününüz xoş, mənalı keçsin. Mənim gözəl, əziz, dəyərli izləyicilərim, gözəl xanımlar. Gününüz xoş keçsin inşallah. Bugünkü günü belə gözəl bir günlə sizləri salamlayıram. Kanalımın az baxış sayı olmasına rağmen yenə də həvəslə bloglarımı paylaşmağa davam edirəm. Bilmirəm nə ilə əlaqəlidir. Nəysə bloglarım çox zəif, az baxış sayı olur. Bu da məni ruhdan salmağa çalışır, ancaq deyirəm yox, ruhdan düşməyəcəm, davam eləyəcəm. Bu yolda heç vaxt pes eləməyəcəm. İnsan bir yola girdisə, o yoldan gərək dönməyə. İnşallah ki, mən də dönmərəm. Özümdən həvəs alıram. Mənim bir neçə daimi gözəl izləyicilərim var. Onlar məni ruhdan düşməyə qoymurlar. Çox sağ olsunlar. Buradan onlara öz təşəkkürümü bildirirəm. Mənə dəstək olduqları üçün Allah razı olsun. Sağ olsunlar. İnşallah ki, mənim də əziyyətim əlimdə qalmaz. Baxış saylarım çox olar. Sizlərin sayəsində, sizlərin dəstəyi ilə. Yeri gəlmişkən buradan mənə dəstək olan ailəmə və mənim daimi gözəl izləyicilərimə öz təşəkkürümü bildirirəm. Allah hər birindən razı olsun. Məni bu yolda tək qoymadıqları üçün, mənə dəstək olduqları üçün adını çəkmirəm, birini çəkərəm, biri qalar. Ona görə hamısına öz dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar, var olsunlar. Allah hər birindən razı olsun. Evdə ehtiyat ətim var idi, qoyun əti idi, yağlı idi. Dedim onun gözünə qaçım, 1-2 kilo mal əti alım, elə yarpaq dolması bişirim. Fürsətdən istifadə elədim, 1-2 də çatmayan ərzaqlarımız var idi, onları da aldım. Tez yeməyimi hazırladım ki, axşama yeməyim olsun, başım işə gücə qarışır, sonra yemək ləngiyir. Ona görə elə mərci supu elədim, yanına da Sezar salatı hazırladım. Belə bugün axşam öğününü belə yola verdik. Yemək hazır olanda adam o qədər rahat olur. Bilirsən ki, nə iş görürsən gör, geri yanda hazır yeməyin var. Birinci həmişə səhərlər duran kimi tezdən günün yeməyini hazırlayıb qoyardım ki, uşaqlarım ac qalmasın, yoldaşım qəfil gələrsə yeməyim olsun. Elə o vərdiş məndə həmişə qalmışdı. Burada da ətimi çəkirəm, hazırlayıram ki, yarpaq dolması bükəm. Yarpağın nübəridir, həyətimizdən yığmışam. Nübəri eləmək istəyirik. Gələn vlogumda inşallah fikrim var ki, təzə nüvər yarpaqdan yalançı yarpaq dolması da hazırlayam. Ancaq içərisinə quyruq da vuracam. O da çox dadlı olur. Ətdənsə mən onu çox dadını bəyənirəm. Vlogu qızlar dolmanı bükməyi çəkmişdim. Yəni elə bildim çəkib, sonra baxdım ki, çəkməyib. O qədər pis oldum ki, bəs sizlər necə? Yalançı yarpaq dolması yemisinizmi? Dadını bəyənirsinizmi? Ümumiyyətlə hansı dolmaları daha çox sevirsiniz? Bu haqqda rəylərdə yazsanız yaxşı olar.
Mənim daimi izləyicilərim var Gədəbəydən, Bərdədən, Tərtərdən, Naxçıvandan. Onların hər birindən rəy gözləyirəm. Görüm onlarda necədir, hansı dolmanı daha çox sevirlər. Qarabağlılardan. Məni soruşsanız, mən ancaq ən çox sevdiyim dolma badımcan, üçbacı dolmasıdır. Onu dəhşət çox sevirəm. Gündə versələr, gündə onu hər öynədə yeyərəm. Yəni o qədər çox istəyirəm o dolmanı. Əsasən də yay aylarında bişirilən dolmanı daha çox sevirəm. Qışda ümumiyyətlə mən heç badımcan dolması bişirmərəm. Çünki onların bilirəm ki, dadı olmur. Yayda olan ətirli, dadlı tərəvəzlərin yerini heç nə vermir. Buna görə də çalışıram ki, yayda ən çox hazırlayam. Hər şey öz mövsümündə gözəl olur, dadlı olur. Burada da 4-5 tikə ətin qabırğasından qalmışdı. Onu da dedim qaynadım. Sabah üçün soz edərəm. Ötən vloqumda kiçik oğlumdan xəbər almadığım üçün pis olmuşdum. Buna görə mənə dəstək oldunuz. Çox sağ olun. Hər birinizə yenə deyirəm, təşəkkür edirəm. Çox şükür oğlum danışır, yaxşıdır, hər şey qaydasındadır Allahın izni ilə. Bu ay üçün görək inşallah Raxsalar Obskaya gələcək. İnanırsınız, zaman getmir mənim üçün. Qıraqdan baxanda deyirlər ki, 1 il 6 ay, məsəl üçün 1 il nədir ki, tez gəlib keçəcək. Ancaq elə deyil. İnansız, onu ancaq analar bilir, əsgər analar bilir ki, o günlər necə uzun olur, necə çətin olur. Mən də böyük oğlum gəlməyə inşallah az qaldı. Allahın izni ilə iyul ayında böyük oğlum təxris olunub gəlir inşallah. Sonra da balaca oğlum gələcək, Allah qoysa. Səbirsizliklə onların yolunu gözləyirəm. Allah hər bir ananı sevindirsin, hər bir evladı sevindirsin. Mənim balalarım, mən də içində. Belə, moykamı da təmizlədim, çox şükür. Bundan istifadə etdim, qızlar. Bu o qədər gözəldir. Sarı stakan ləkələrini də aparır. Yəni, bax bu, burada məsəl üçün sarı ləkələr olur, onları da bununla mən təmizləyirəm. 72%-dir, bax belə bundan. Çox gözəl vasitədir. Bir də biraz toz səpirəm. Rakşa tozları olur, onlardan səpirəm və salam sürtürəm. Matdır, indi matlar bilirsiniz ki, çox da belə super parıldamır. Amma yəni tərtəmizdir ən azından, çox şükür. Belə. Başım axşam gələndə bir kurt alma aldı. Alma qurumu çıxarır. Dedim biraz alma yuyum. Alma qurudum. Çayla çox sevirik. Boşuna yeməyi sevirik. Axşamlar oturanda çayın yanında.
Nanələr görün maşallah nə gözəldir. Dedim yarpaq dolması üçün o bir yerdən biraz yarpaq yığmışam növərə. Dedim nanə də yığım. Növər yarpaq dolması eləyim inşallah. Rayonda 15 gündən 20 gündən çoxdur ki, hamı yarpaqdan istifadə eləyir. Hələ bizdə indi yığılır. Rayonla bizim aramızda 10-15 gündən çox fərq var. Görün nə gözəldir maşallah, subhanallah. Əsr qurutmalı vaxtıdır. Mənim gözəllərim, mənim dəyərli izləyicilərim, belə bir parçalarım var. Bunlardan runner kimi belə, məsəl üçün qabın zadının altına qoymağa süfrə kimi belə tikirəm. Qırağı belə sadə krujval özündən parçadan olacaq. Biri də belədir. Bunu da belə tikəcəm. Gəldik bugünün də sonuna. Tikdiyim bu runnerları ətraflı gələn vloqumda sizlərlə paylaşacağım. Bura qədər məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Abunə olmağı, dəstək olmağı, bəyənməyi, xoş rəylər yazmağı unutmayın. Allah'a əmanət olun.